Salam, hörmətli abituriyentlər və müəllimlər. Söz verdiyim kimi, EMAŞın hazırlıq kursunun testinin ehtimal nəzəriyyəsi bölməsinin testlərinin yəni video çəkilişini etmişdim. Müəyyən qədər problemlər yarandı, ardını çəkə bilmədim. İndi müəyyən olunan müraciətlərə əsasən mən qərarlaşdırdım ki, bu testin ardını da, yəni sona kimi hissə-hissə belə çəkim, yüklüm YouTube-a və bizim şagirdlərimiz, abituriyentlərimiz, bizim ehtimala ehtiyacı olan müəllimlərimiz ondan istifadə eləsinlər. Təşəkkür edirəm öncədən. Çalışın, kanalımızı bəyənin, kanalımızı paylaşın və qoy bundan istifadə edənlərin sayı çoxalsın. Yəni, hər kəs qoy dəyərlənə bilsin. Bugün biz EMAŞM hazırlıq kursunun deməli, kitabın üstündə 2024-cü il testidir. 2024-cü il testidir. 2024-cü il testin və deməli, riyaziyyat test nömrə 5 ehtimal nəzəriyyəsi. Nömrəmiz də ki 051 952 22 92 070 952 22 92. Bax, bu iki nömrəyə müraciət edə bilərsiniz. Hansı sualı başa düşmədiniz və videoda sizə aydın olmadı, WhatsApp nömrələrinə müraciət edib sualın izahatını yenidən ala bilərsiniz. İndi biz keçirik öz suallarımızın izahatına və sualları başlayırıq nə etməyə, izah eləməyə. Birinci sualdan başlayırıq izah eləməyə. Burada deyir ki, bir piramidada 8 avtomat və 4 snayper var. Bir piramidada 8 nə var? Birinci sual. Bir piramidada 8, üzr istəyirəm, üzürlü sayın. Bir piramidada nə var? Deməli, 8 avtomat, 4 snayper var. İndi burada deyir, hədəfin vurulma ehtimalı avtomat üçün 0,4'dür. Bax, bunun üçün ehtimal nədir? P bərabərdir 0,4'dür. Avtomat üçün. Avtomat üçün, 8 avtomat üçün söhbət getmir. Avtomat üçün, P avto 0,4'ə bərabərdir. Snayper üçünsə, gəl snayper üçün götürək indi. P snayper 0,9'a bərabərdir ehtimal. Təsadüfən seçilmiş silahla hədəf vurularsa, bunun avtomat olması ehtimalını tapın. Ümumiyyətlə, burada deyir ki, təsadüfən seçilmiş silahla hər hansı bir silahı seçirik. Bunun avtomat olması ehtimalını tapın. Burada birinci gəlin mümkün halları yazaq. Mümkün hallar nəyə bərabərdir? Mümkün hallar bərabərdir. Tutaq ki, avtomatlar içərisində 8 avtomatın daxilindən bir dənə avtomat seçirəm. Bu olur 8 elementdən 1 vurulsun 0,4'ə. Yəni, avtomatın nədir? Vurulma ehtimalı. Avtomat üçün ehtimal nədir? Hədəfin vurulma ehtimalı. Avtomat üçün nədir? 0,4. Üstə gəl, kombinezon 9 elementdən, üzr istəyirəm, 4 elementdən 1. 4'dür. 4 elementdən 1. İndi mən kombinezonu belə yazdım köhnə qayda ilə. Siz yeni qayda ilə də onu yaza bilərsən. 4'ü burada yaza bilərsiniz. 4'ü burada, 1'i burada. Yəni, kombinezon 4 elementdən 1 vurulsun 0,9. Bərabərdir. Olur 8 vurulsun 0,4. Üstünə gəlinsin 4 vurulsun 0,9. Burada da bərabərdir. Cavabı alırıq neçə?
3,2 üstəgəl 3,6 bu da bərabərdir 6,8. Yaxşı, əlverişli halları necə seçək? Əlverişli hallar. Bu mümkün hallardır, yəni ümumi hallardır. Bəs əlverişli hallar? Əlverişli hallar söhbət nədən gedir? Hədəfin vurulma ehtimalı avtomat üçün 0,4-ə bərabərdir. Snayper üçün 0,9-a. Təsadüfən seçilmiş silahla hədəf vurularsa, bunun avtomat olması ehtimalını tapın. Nədir? Kombinezon 8 elementdən 1 vurulsun 0,4 bərabərdir 8 vurulsun 0,4 o da bərabərdir 3,2. Aha. İndi bundan sonra nə edirik? Ehtimalı rahatlıqla tapa bilərik. Ehtimalı rahatlıqla necə tapa bilərik? P bərabərdir əlverişli halların sayı bölünsün mümkün halların sayı. Bu da bərabərdir nə olar? 3,2 bölünsün 6,8. O da bərabərdir 32 bölünsün 68-ə. Bu da bərabərdir. Gəlin bunu neyniyək? 4-ə ixtisar edək. Bu gedir 17 dəfə, bu da gedir 8 dəfə. Və bizim cavabımız olur hansı variant? C variantı. Bu bizim birinci sualımızın izahı idi. Birinci sualımızın izahı bax bu qaydada olur. Başa düşməsəz bu sualı yenə də bu WhatsApp nömrələrinə müraciət eləyə bilərsiniz. İndi keçirik biz ikinci suala. Silirik, keçirik ikinci sualımıza. İkinci sualımızın izahatını yazırıq. İkinci sualımız necədir? İkinci sualda nə deyir? Deyir 6 oyun zarı eyni anda atılmışdır. Üst üzə düşən xallar cəminin 34 olması ehtimalını tapın. Üst üzə düşən xallar cəminin 34 olması ehtimalını tapın. Bu sadə bir sualdır. Yəni bunu da inşallah indi öhdəsindən gəlib həll eləyərik. Deməli nə deyir burada? 6 oyun zəri eyni zamanda atılmışdır. 6 oyun zəri eyni zamanda atılıb. Yəni bir dənə zər, iki dənə zər, 6 dənə birinci zər, ikinci sualı yazaq. Birinci zər, ikinci zər, üçüncü zər, dördüncü zər, beşinci zər, altıncı zər. Bax zərlərdir bunlar. 6 dənə oyun zəri var. Məlum məsələdir ki, burada nə deyir bizə? Deyir ki, xallar cəminin 34 olma ehtimalını tapın. 34 olma ehtimalı necə tapılar? Məlum məsələdir ki, burada mümkün halların sayı, bunun üçün də 6, bunun üçün də 6 hal var, 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 bunun üçün də hər bir zər üçün nə var? 6 hal var. Düzdürmü? Tamamilə düzdür. Çünki bir oyun zərində mümkün halların sayı nə qədərdir? 6. İndi burada mümkün halların sayı nə qədər olacaq? 6 vur, 6 vur, 6 vur, 6 vur, 6 vur, 6. Yəni 6 dənə 6 bərabərdir. Olar 6 üstü 6. Bunu başa düşdük. Keçirik indi nə deyir bizə? Deyir xallar cəminin ən azı 34 olması ehtimalı. Biz bilirik ki, əlverişli halların sayını tapmaq üçün, mümkün halların sayıdır, əlverişli halların sayını tapmaq üçün bərabərdir. Nə olmalıdır burada? Nə olmalıdır? Deməli, burada ən azı 34 olmalıdır da, ən azı. Gəlin yazaq burada. Açıq aşkar görünür ki, bu əgər 6, 6, 6, 6, bir dənə də 6. Bu eləyir 30. Bura 4 ola bilər, düzdürmü? 34 eləyir, düzdürmü? Düzdür. Tamamilə doğrudur. Sonra, bax, deməli, 6, 6 götürək, belə deyək də, 6, 6, 6, burada 5. Düzdürmü? Bu da elədi 35. Bu da bir hal. Sonra götürək 6, 6, 6, 6, 6, 6. Bu da 36. Çünki bizə deyir, axı, ən azı 34 olma ehtimalı. Bax, burada 35-dir, burada 36-dır. Qalan hallara baxaq ki, tutaq ki, 4 dənə 6 götürək. 6, 6, 6, 6, 24 eləyir axı. Düzdürmü? Bunu 5 götürə bilərik, bunu da 5 götürə bilərik. Artıq 5-lərdən balaca götürsək, 34-dən balaca hal alınacaq. Düzdürmü? Gəlin burada yerdəyişmələrin sayına baxaq. Burada da baxarıq,
Burada da baxarıq, burada da baxarıq. Yaxşı, baxaq. Gəlin birincidə baxaq. 6 dənə 6 olan hal üçün və yaxud da bunun üçün baxaq birinci. Bu olar 6 faktorial böl 4 faktorial vur 1 faktorial. Yəni bax, nə olacaq burada? Üzr istəyirəm, yanlış yazdım. Bağışlayın, halların sayını yanlış yazdım. Burada olacaq nə? 1, 2, 3, 4. Ümumi hallar 6 faktorial. Yəni yer dəyişmələrin sayını nəzərə alırıq da. 61 kimi görünür. 6 faktorialdır bu. Faktorialdır da bu. 1, 2, 3, 4, 5 faktorial vur 1 faktorialdır. Bu da olur 6. Burada da elə həmin şey olur. Bax, nə olur? 6 faktorial böl 5 faktorial vur 1 faktorial. Bu da olur 6. Keçirik növbətiyə. Burada olur 6 faktorial böl 6 faktorial. Bərabərdir 1. Yəni, söhbət nədən gedir? Baba, burada 5 dənə 6 var, bir dənə 5 var. Bax, budur. 5 dənə 6 var, bir dənə 4 var. Bax, budur. Keçirik buna. Bunu biraz aşağıda yazaq. Bax, burada olur 6 faktorial bölünsün. Neçə olur? 4 faktorial vurulsun 2 faktorial. Burada da nə olacaq? 15. Elə olur. 15 olur da. Deməli, 5 dəfə 6, 32-yə böləndə nə olur? 15 olur da. Bəli, 15 olur. 15. Yaxşı, indi keçirik. Baxırıq. Deməli, 6, 1, 6, 15. Burada ən azı 34 olması ehtimalını istəyir bizdən. Biz də burada nə etməliyik? Bunları cəmləməliyik də. Əlverişli halların sayını cəmləyək. Görək nə qədərdir? 6 plus 6 plus 1 plus 15. Bərabərdir nə qədər eləyir? 13, 28. Əlverişli halların sayı da oldu 28. Düzdürmü? 28. İndi keçirik, ehtimalını tapırıq. Ehtimal bərabərdir əlverişli halların sayı böl mümkün halların sayı. Bu da bərabərdir 28 böl 6 üstü 6. 28 böl 6 üstü 6, bu da cavab olur A variantı. Test 5-də, nömrə 2-də cavab nə oldu? A variantı. Başa düşməyən müəllim, şagird və yaxud da abituriyent də indi hər kim olsa bu nömrələrə müraciət edib yenidən həllini, izahını bir daha soruşa bilərsiniz. Mənim fikrimcə mən daha burada açıq izahat verdim. Yəni hər kəs bunu başa düşəcək, amma başa düşməyən adamlar yenə də deyirəm, yəni ki, soruşa bilərlər. Yenə də dəfələrlə sizdən artıq dərəcədə xahiş edirəm. Kanalı paylaşın. Qoy faydalı olsun. Paylaşıla videolar da görünəcək. Yəni müəyyən faydaları da cəmaata da toxunacaq. Yəni ona görə deyirəm, şagirdlərimizə də müəyyən faydaları toxunacaq. Aha. İndi keçərik bunun 3-cü sualının izahını verərik. 3-cü sualının izahını. 3-cü sualın izahı necədir? Deməli, liftdə 3 sərnişin daxil olur. Lift 8 mərtəbədə dayana bilər. 8 mərtəbədə sərnişinlərin ikisi bir mərtəbədə, digərləri isə başqa-başqa mərtəbədə düşür. Başa düşdük. Deməli, burada 3 sərnişin daxil olur. Lift 8 mərtəbədə dayana bilər. Sərnişindən ikisi bir mərtəbədə düşür. Digərinin isə başqa mərtəbədə düşməsi. 8 mərtəbəli bir binadır. Lap 8 mərtəbə var. Lap desək ki, lift 8 mərtəbədə hərəkət edir. 8 mərtəbə. Lap deyək ki, bina 8 mərtəbəli deyil, 12 mərtəbəlidir. Mən 2-ci mərtəbədə minmişəm. 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mərtəbədə maksimum nə olar? Dayana bilər. Bu mərtəbələrin birində düşə bilərəm. Tutaq ki, bir dənə mərtəbədə 3 sərnişindən ikisi düşür. İkisi. Burada olur kombinezon 3 elementdən 2. Bunu başa düşdüm. Digər mərtəbələr üçün də axı 8 hal var. Düz deyil. Vurulsun. Kombinezon 8 elementdən 1. Üzr istəyirəm, ruska pis yazır. Bu biraz da bunu düzəldək. 8 elementdən 1 vurulsun kombinezon. Digər 7 elementdən 1 hal qalar. Düzdürmü? İndi keçirəm növbəti. Bu olur əlverişli hallar. Əlverişli halların sayı. Keçirəm hara? Bunun mümkün halların sayına. Mümkün halların sayına
Burada mümkün halların 8 mərtəbədə, yəni 3 sərnişin daxil olur. 8 mərtəbənin belə deyək də hər bir sərnişin üçün burada 8 dənə hal var. 8 vur 8 vur 8. Düzdürmü? Burada 8 vur 8 vur 8 halı var. Deməli bu olur nə? Belə deyək. Mümkün halların sayı olur nə? 8 vur 8 vur 8. Yəni 8 dənə mərtəbədir. 8 mərtəbənin istənilən mərtəbəsində düşə bilərlər. Yəni 8 hal var burada. Bu da olur nə qədər? Belə deyək də 8 vur 8 vur 8. Bu da olur 512. Bu da olur nə? Deməli belə deyək. 3 vur 8 vur 7. Belə də yaza bilərik bunu. Lap bunu belə də yaza bilərik. Elə bu 8 vur 8 kimi saxlayaq. P bərabərdir 3 vur 8 vur 7. Bölünsün nə olar? 8 vur 8 vur 8. 8'lər ixtisar olunsun. Burada bərabərdir 21 böl 64. Bəli, C variantıdır bunun cavabı. Görək başqa cür necə bunu həlləmə olar. Deməli bu belə də həlləmə olar. 8 mərtəbədən məsələn 3 sərnişindir. İkisi 1 mərtəbədə düşür. 3 vurulsun belə deyək də permutasiya 8 elementdən 2 əlverişli halların sayı belə olar. Permutasiya 8 elementdən 2 mümkün halların sayı da bərabərdir nədir? Yenə də 8 vur 8 vur 8. Burada ehtimal ola bilər belə də olsun. 3 vurulsun. Bu olar 8 faktorial böl 6 faktorial. Burada da 8 vur 8 vur 8 bərabərdir. Bu da olacaq 3 vurulsun. Neçə ola bilər? 7 vur 8 bölünsün 8 vur 8 vur 8. Bunlar getdi. İxtisar 21 böl 64. Bax bu məsələnin həlli də bu qaydada həll eləmək olar. M topu n sayda qaba qoymaq üçün neçə mümkün hal var? Əslində bunun düsturu da var kitablarda. Deyir m kiçik bərabər n, 4-cü sualdır. M kiçik bərabər n. Bunun düsturu da var. Neçə mümkün hal var? M topu yəni ki n sayda qaba qoymaq üçün. Bu Yavuz Kirəmitçinin kitabında bunların hazır düsturları da var. Bu olur kombinizon m plus n minus 1 elementdən m. Belə olacaq. Neçənci sualdır? 4-cü sual. 4-cü sualın cavabı olacaq hansı variant? Deməli oldu C variantı. C variantı. Bu oldu C variantı. Bunların düsturları var, hazır düsturlar. Yəni tutaq ki m sayda eyni topu n sayda qaba qoymaq üçün neçə mümkün hal var? Bu qayda ilə tapılır. Belə isbatını da istəsəz, onu da başqa vaxtı verə bilərik. Vaxt getməsin deyə birbaşa düsturu yazdıq. Sonra keçirik növbəti suallara. Növbəti suallara keçək. Hansı sualda başa düşməsəz, ola bilər mən burada yəni izahatımda müəyyən şeyləri başa düşə bilməyəsiniz. Yəni problem yoxdur. Onu açıq şəkildə izahatını istəsəz, WhatsApp nömrəsinə yazarsınız. Uzağı 5-6 dəqiqə vaxtımız alır. Səs yazı ilə onun açıq şəkildə izahatını verə bilərik. O da problem yoxdur. Yəni narahat olmayın. İndi burada deyir 5-ci sualda nə deyir? Deyir ki 0, 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən 0, 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən təsadüfən indi nə olur? Təsadüfi olacaq ikisi seçilərək 2 rəqəmli ədədlər düzəldilir. Bu 2 rəqəmli ədədlərin seçilmiş hər hansı ədədin 3-ə bölünmə ehtimalını tapın. Əvvəla burada 2 rəqəmli ədəd düzəldirəm. 2 rəqəmli ədədlər düzəldirəm. Deyir ki, burada seçilmiş hər hansı 2 ədədin, yəni ki, 3-ə bölünmə ehtimalını tapın. Gəlin belə eləyək də. Birinci, bu 2 rəqəmli ədədlər, ikisi seçilərək 2 rəqəmli ədəd düzəldilir. Burada 2 rəqəmli ədəd düzəldilirsə, baxmalıyıq, burada neçə hal var burada? Rəqəmlərdən təsadüfi ikisi seçilərək 2 rəqəm. Bu
İki rəqəmli ədədlərdən seçilmiş hər hansı ədədin 3-ə bölünmə ehtimalını tapın. 3-ə bölünmə ehtimalını. Yəni burada məlum məsələdir ki, ədəd sıfırdan başlaya bilməz. Yəni sıfırdan başlayan ədəd yoxdur da. İki rəqəmli ədəd bunu qoysa sıfır. Burada burada 6 hal mövcud. Bir dəqiqə üzr istəyirəm. Bu ruçka elə yazmadı yaxşı. 6 hal nədir? Birinci x üçün 6 hal. Üzr istəyirəm. Zəng gəlmişdi mənə. Ona görə müəyyən qədər fasilə verdik bura. Deməli, burada nə deyir? İki rəqəmli ədəd dedik ki, sıfırdan başlaya bilməsə. X seçilir. Deməli, növbəti ədəd də artıq bir dənə bu 6 rəqəmdən seçib bura qoyduqsa, növbəti hal üçün burada 6 dənə rəqəm nə edərik? Qoya bilərik. 6 dənə rəqəm nə edə bilərik? Qoya bilərik. Deməli, burada mümkün halların sayı oldu nə qədər? Mümkün halların sayı oldu 6 vur 6 bərabərdir 36. Düzdür. İndi sual oluna bilər ki, məsələn üçün, niyə təkrar rəqəmlərin 7 dənə olmadı orada? İndi onun da açıqlamasını verərəm. Çünki hər ədəddən bir dənədir burada. Rəqəmlərindən təsadüfi olaraq ikisi seçilir və 2 rəqəmli ədəd düzəldilir. Baxın, indi onu əlverişli hallarda biz görə bilərik. Əlverişli halların sayını tapmaq üçün nə edirəm? Baxıram. Deməli, burada hansı ədədlər ola bilər? Sıfırdan ədəd, 2 rəqəmli ədəd başlamır. 12, sonra 15, 2 ilə 21, 24, sonra 3 ilə yoxdur. Çünki 3'ü seçdim, ikinci rəqəm yoxdur axı. Hərəsindən bir dənə seçə bilərəm. 33 seçirəm, 33 2 dənə üs yoxdur burada. Ona görə əlverişli halların sayında bu rəqəmlərdən birini qoydumsa bura, 6 haldan birini seçib qoydumsa bunun üçün 6, yerdə 6 rəqəm qalır. Bax, ikinci ədəd üçün də 6 rəqəmdən birini seçib qoya bilərəm. 24, sonra keçirəm 42, 45, başa düşdük, 46 zad bölünmür. Sonra burada 36 var, 36 seçilir, 30 da seçilir, 36 da onu yazmamışam. 30, 36, 3 ilə, lap belə yazım, onu salım qabağa, 3 ilə olanları seçə bilmədim. Baxın, 30, 36, 33 artıq yaza bilmərəm də, çünki hər ədəddən bir dənə. 42, 45, sonra 51, daha sonra nə var burada? 54 var, 3'ə bölünən, sonra keçirəm 60, 62 3'ə bölünmür, 63 3'ə bölünür. Düzdürmü? Deməli, burada oldu neçə dənə ədəd? Sayaq görək neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. Ehtimal bərabərdir 12 böl 36. Bu deyilir nə qədər? 3'də 1. Burada anlaşılmayan nəsə olsa yenə də bu nömrəyə yazarsınız. Bax, bu nömrəyə yazarsınız. Biz açıqlamasını verərik. Problem deyil. Yəni, cavabı oldu hansı variant? D variantı. Sonra keçirik növbəti suala. Növbəti sual necə həll olunur? Deyir ki, 4 oğlan 3 qız. Təsad olan bir sinifdə bir oğlan bir qızın universitetə qəbul olunması ehtimalını tapın. Bu çox rahat bir məsələdir, həddən artıq rahat məsələdir. Bunun da izahatını verərik. Bu ekrana yazışmalarına öyrəşməmişəm, mən yazsaq da öyrəşmişəm. Ola bilər biraz burada nöqsanlar olsun, gerək bağışlayasınız. Ola bilər hesablamada səhv eləyim, onu özünüz yazarsınız. Yəni hesablamada baxın da, səhv olsa da onu rəy bölməsinə hesabda səhv var, elə şeyləri yazmayın. Xahiş edirəm artıq dərəcədə. Deyir 4 oğlan var. 6-cı sual. 4 oğlan var. Nə var? 3 qız var. Deməli, sinifdən bir oğlan bir qız seçilir. Deməli, əlverişli halların sayını tapa bilərik. Kombinezon 4 elementdən 1 vurulsun, kombinezon 3 elementdən 1. Bu da bərabərdir 12. Elə bil ki, sinifdən bir dənə oğlan seçirəm, bir dənə qız da. Qaldı ki, mümkün halların sayı. Mümkün halların sayı. 7 nəfər deyil, 7 şagird. Kombinezon 7 elementdən 2. Bu da bərabərdir. Nə olur? 7 faktorial bölünsün. 5 faktorial vur. 2 faktorial.
Bu da bərabərdir neçə verir? 6 etti 42-ni 2-yə böləndə 21. İndi P bərabərdir 12 böl 21. Yəni 21-dən 12 də. Bunu da götürüb nə edirəm? İxtisar eləyirəm də 7-də 4 alınır. Rahat məsələdir. Yəni çox rahatlıqla həll olunan bir məsələdir. Keçirəm nömrə 7-yə. Nömrə 7-də nə deyir? 2 torbadan birincisində 6 qırmızı və 9 göy daş var. Birincisində. Deməli bir dənə torba var burada. Burada yazaq 7 nömrəli məsələ. 6 qırmızı, 9 göy daş var. Bu birinci torbadır. İkinci torbada nə var? Ona da baxaq. İkinci torbada yazarıq indi. İkinci torbada nə var? 7 qırmızı, 8 göy daş. 7 qırmızı, 8 göy daş var. Bunu bildik. İndi bax burada nə deyir? Bu torbaların hər hansı birindən çıxarılan daşın göy olması ehtimalı. Bir dənə daş çıxardıram, onun göy olması ehtimalı. Bax buradan daşın göy olması ehtimalı nədir? Göy çıxması ehtimalı 15-də 9-dur. Ümumi halların sayı 15-də nədir? Yəni 15 elementdən 1, bir dənə daş seçilir axı. Göy də 9 elementdən 1 eləyir, 15-də 9. Sonra buradansa göyün çıxma ehtimalı 15-də 8-dir. Axı burada torbaların seçilmə ehtimalı da var. Bu da olur 2-də 1. Onda ümumi ehtimal bərabərdir. 2-də 1 vurulsun. 15-də 8. Üstə gəl. 15-də 9. Bu da bərabərdir. Neçə eləyir? 30-da 17. Bu da çox rahat bir məsələ oldu. Cavab A variantı. Burada cavab A variantı oldu. 6-cı sualda cavab neçə variantı oldu? Elə 6-cı sualda da A variantı oldu. Bu sualları yenə tapşırıram sizə dönə-dönə. Başa düşməsəz, yəni ki, müraciət eləyə bilərsiniz, yəni ki, deyə bilərsiniz ki, bunu başa düşmədik, onu başa düşmədik, testin nömrəsi. Deməli, mən bir şey nəzərə almamışam burada, vaxt da çox gedir. Vaxt uzun olmasın deyə. Vaxtı dayandırıb mən bu lövhəni siləcəm. Sonra yenidən misalın həllində qoy lövhəni silmək üçün əlavə vaxt getməsin də, videonun vaxtı uzun olmasın. Burada nömrə 8-ə baxaq. Nömrə 8-də nə deyir? Nömrə 8-də deyir ki, üç atıcının hədəfi vurulması ehtimalı uyğun olaraq 3-də 1, 4-də 1, 5-də 1-dir. İndi deyir ki, onlardan hər üçü eyni hədəfə asan məsələdir. Hədəfin ən azı 1, ən çoxu 2 dəfə vurulması ehtimalı. Tutaq ki, belə deyək. P1 vurur. P2, P3 vurmur. Üstə gəl. P2 vurur. P1 ilə P3 vurmur. Üstə gəl. Deməli, P3 vurur. Belə deyək də. P1 ilə P2 nə edir? Vurmur. Əks işarə ilə. Biri vurdu, ikisi vurmadı. İndi deyir ki, ən çoxu 2 dəfə. Bunlar bir dəfə vurdu da. Atdılar, bir dəfə vuruldu. Bir dəfə vuruldu hədəf. Bunda da bir dəfə vuruldu. P1 deyək, P2 deyək. Bu da P3 olsun. İndi keçək, üstünə gəl. İndi 2 dəfə vurulmaq. P1, P2, P3. Bax, vurmur. P1, P3, bax P2 vurmur. Üstə gəl. P1 vurmur. P2 ilə P3 vurur. Bərabərdir. Bu nə deməkdir? P1 vurur. 3-də 1 vurulsun. Bax bu olur 1 minus 4-də 1. 1 minus 5-də 1. Üstə gəl. Bax bu nə olur? P2 vurur. 4-də 1 vurulsun. 1 minus 3-də 1. 1 minus 5-də 1. Üstə gəl. Bax, P3 vurur. 5-də 1 vurulsun. Obruslar vurmur da. 1 minus 3-də 1. 1 minus 4-də 1. Yəni, hədəf bir dəfə vurulur da. Üstə gəl, bax, 2 dənə də vurulur. İkisi hədəfə atəş açır vurur. Bax, artıq 3-cü vura bilmir. Olur 1 minus 5-də 1. Üstə gəl. Bax, belə deyək. 1 ilə 3 vurdu.
Üstə 1 vur 5-də 1. İkinci ataş dəymədi. İkincinin atdığı ataş dəymədi. 2 dəfə vurulmadı da bir dəfə vuruldu. 2 dəfə vuruldu da bir dəfə vurulmadı. Üzr istəyirəm. 1 minus 4-də 1. Üstə gəl. Gəl belə eləyək. İndi baxırıq. Burada da P2, P3 var. P1 vurmayıb da. P1 vurmayıbsa P2, P3 vurub. 4'də 1 vur 5'də 1. Vurulsun 1 minus 3'də 1. Bərabərdir. Bunu şifa hesablaya bilərik. Bu eləyir 60'da neçə? Deməli 3 dəfə 5, 3 dəfə 4, 12. Üstə gəl. Bu eləyir 60'da. Deməli 2 dəfə 4, 8. Üstünə gəl. Bu da eləyir 60'da. 2 dəfə 3, 6. Üstünə gəl. Bu da eləyir 60'da. Neçə? 4. Üstünə gəl. 60'da. Neçə eləyir? 3. Üstünə gəl. 60'da. Neçə eləyir? 2. Yaxşı baxaq görək nədir? Bu da eləyir 60'da 35. P də bərabərdir nəyə? Gəl bunu 5'ə də ixtisar eləyək. Olur 12'də 7. Cavab olur nə? D variantı. Bunu başa düşməyən olsa yenidən müraciət eləyə bilər. WhatsApp nömrə. Keçirik hansı suala? 9-cu suala. 9-cu suala. Deyir bir oyun zəri eyni üzü 2 dəfə ardıcıl düşənə qədər atılır. Üstdən çox olmayan sınaqda bu hadisənin baş vermə ehtimalını tapın. Deməli bir oyun zəri belə deyək də eyni üzü düşür. Bunu başa düşdük. Deməli bu belə ola bilər. Necə ola bilər? Burada 1, 2, 3, 4, 5, 6. Bax, zərin bu üzləri var. Üzlərin üzərində bu rəqəmlər yazılır. Bax, tutaq ki, atırıq. Demək, belə deyir, 2 dəfə eyni ardıcıl rəqəm düşməlidir. Belə deyək də, bir oyun zəri eyni üz 2 dəfə atılır. Məsələn üçün belə deyək. 1, 1 atıldı, üçüncü də 1 düşdü. 1, 1, 2 düşdü. 1, 1, 3 düşdü. 1, 1, 4 düşdü. 1, 1, 5 düşdü. 1, 1, 6 düşdü. Sonra, bax, sonra, deyək ki, düşdü, bax, belə deyək də. 1, 2, 2. Bax, belə. Ardıcıl düşməlidir, ha. 1, 3, 3. 1, 4, 4. 1, 5, 5. 1, 6, 6. Bax, 1 ilə bunlar olur. Başqa şey olmur. Heç nə. 1 ilə. Biz bunu 1 üçün hesabladıq. Bir dənə 1 üçün hesabladıq. Neçədən hal oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yəni, tək bir rəqəmi üçün 11 hal oldu. Düzdürmü? 11 hal. Onda 6 üz üçün nə olar? 6 vur 11 bərabərdir 66 hal. Düzdürmü? 66 hal ola bilər. Keçirik. İndi burada tutaq ki, gəl bax, 1-in düşmə ehtimalı neçədir? 6'da 1. Yenə də bu 1-in düşmə ehtimalı 6'da 1. Yenə də bu 1-in düşmə ehtimalı nədir? 6'da 1. Nəyə görə? Çünki onsuz da bu rəqəmlərdən bax, yenə də 1-in düşmə ehtimalı 6'da 1, 1-in 6'da 1, 2-nin düşmə ehtimalı 6'da 1. Çünki 6 rəqəmin içində bir dənə 2 var. Bax, burada olur ehtimalımız P bərabərdir. 6 vur 11 vur, bax bunlar. 6'dan 1'i getdi. Burada olduğu cavab 36'da 11. Tamamilə doğru bir cavab aldıq. Bu da Y variantındadır. Qəşəng bir misaldır. Deməli, burada deyir ki, 8 lotereya biletindən 5 uduşludur. Yer var, burada yazaq 10-cu sualı. Sonra siləndə vaxtıdır. İndi deyə bilərsiniz ki, ay müəllim, səhifənin hamısını sil də. Çünki bu başlığı silmirəm ki, başlığı qoy qalsın, nömrələr qalsın, xatırlansın da, yəni ona görə. 8 lotereya biletindən 5'i uduşludur. 3 bilet alır. Bir nəfər 3 dənə bilet alır. Biletlərdən heç olmazsa birinin uduşlu olması ehtimalını tapın. 5'i uduşludur. Yəni, birinin uduşlu olması. Yaxşı. Birinci 8 lotereya bileti var. Mümkün halların sayı nədir burada? Kombinezon 8 elementdən 5'dir. Bu da bərabərdir. 8 faktorial bölünsün. 3 faktorial vur 5 faktorial. Bu da bərabərdir. Neçə verir bizə? Gəl belə eləyək də. Deməli, 5 faktorial gedir. 6, 7, 56.
Belə olar da yəqin ki 7, 6, 7, 8, 5-lər gedir. Deməli 3 faktorial da 6 eləyir 56. Keçək indi əlverişli halların sayını tapmağa. Əlverişli halların sayını tapmağa. Burada deyir 5 uduşludur. Düzdürmü? 5 uduşludur. Bax, bunu belə yazaq. Üzr istəyirəm. Belə götürər uçqadı. 5 uduşlu, 3 deməli uduşsuz. Uduşlu deyil də. Bax, ən azı burada deyir, heç olmasa birinin uduşlu olması. Əlverişli halların sayını rahatlıqla tapa bilərəm. Bax, nə olur? Uduşlu 5-in içindən çıxacaq. Kombinezon 5 elementdən 1 vurulsun. Uduşsuzlar digər 2 dənə uduşlu bunun içində olacaq. Baba, kombinezon 3 elementdən 2. Üstə gəl. Deyək ki, ikisi uduşludur. Seçilən biletlərdən ikisi uduşludur. 5 elementdən 2 bax, uduşludur. Uduşsuz isə yenə də bu 3 elementdən birin içində. Ola bilər ki, bunların hər üçü uduşlu olunsun. Deməli, uduşsuz olmayan, yəni sıfırdan olacaq, bərabərdir. Bu da olacaq, deməli, 5 vur 3, üstə gəl. 5 elementdən 2, kombinezon 5 elementdən 2 neçə verir? Bax, bu 5-dir, 5 rəqəmidir. 5 elementdən 2, 5 faktorial bölünsün, 3 faktorial vur, 2 faktorial. Bu da eləyir, deməli, 4 vur 5 böl 2. Bu eləyir 10. Vur 3. Üstə gəl, 5 elementdən 3. Yenə də 10 eləyəcək. Cavab olar 55. Ehtimalımız da olacaq nə? 56-da 55. Bu da çox gözəl bir məsələdir. Əla məsələ idi bu da. Hə. Amma bu məsələ daha gözəl məsələ idi. Aha. Keçirik. İndi bunu siləndən sonra keçirəm 11-ci suala. Silim. Sonra keçək 11-ci sualı izahatını verək. Deməli, indi keçdik 11-ci suala. 11-ci sualının nə edirik? İzahatını verəcəyik sizə. Burada deməli, burada nə deyir? Deyir ki, ağ və qara daşların olduğu qutudan hər dəfə bir daş çıxarılır. Başa düşdük. Təkrar torbaya atılır. Ardıcıl 4 cəhdə çıxarılan daşlardan heç olmasa, 11-ci sual yazaq, heç olmasa birinin ağ olması ehtimalı 0,10 8704'dür. Hər dəfə çıxarılan daşın qara olması ehtimalını tapın. Yaxşı. Tutaq ki, torbada dedik ki, ağ və qara daşlar var. Və qara. Gəlin belə deyək də. Ağ çıxma ehtimalı nə qədədir? P ağ. Bərabərdir nə qədədir? 0,10 8704. Onda P qaranın çıxma ehtimalı nə qədər olar? Bunun əksi olar da. 1 çıxılsın 0,10 8704. Bu da bərabərdir nə qədər eləyir? Ondan 4, 6, 9, 2, 1, 0. 0,10 1296. Yaxşı, bunu da bildik. Deyir ki, hər dəfə çıxan daşın qara olması ehtimalı. 4 dəfə daş çıxılır. Qara çıxır. Qara nə məlum məsələdir. Tutaq ki, x dənədirsə, bir dənə bundan qara çıxır. Qara eynidir də. Olur 1 böl x. Ehtimalı belə tapılır. 1 böl x. Yenə də qara çıxır. Vurulsun 1 böl x. Yenə də qara çıxır. 1 böl x. 4 dənə cəhd axı 1 böl x. Birləri düzəldək. Bərabərdir. 0,10 1296. Yaxşı. İndi keçək. Bu olur 1 böl x üstü 4. Bu da olur nə? 10.000'də 1296. 10.000'də 1296. Sonra 1 bölünsün x üstü 4 bərabərdir. Nə olur? 10 üstü 4. Bu da olur 6 üstü 4 olar da hər halda 1296. Belə olar da 6 üstü 4 olar. Deməli bu da bərabərdir 10'da 6 üstü 4. Buradan da 1 böl x bərabərdir 10'da 6. İndi 1 böl x bərabərdir 10'da 6. Onda 1 böl x bərabərdir
0,6. Qaranın çıxma ehtimalı 0,6-dır. Bunu da yazdıq. Onluq kəsirlə cavablar verdiyi üçün biz də cavabı onluq kəsirlə yazdıq. Bu da oldu C variantı. Anlaşılmayan nəsə olsa, yenə də təkrar deyirəm. Bu nömrələrə müraciət edə bilərsiniz və yenə deyirəm, kanalı paylaşın, videoları bəyənin ki, videolar daha çox insanların qarşısına çıxsın və faydalansınlar. Keçirik 12-ci məsələyə. 12-ci məsələmiz sadə məsələlərdən biridir. Deyir, 4 dənə ağ daş var, 5 qırmızı, 6 qara. Düzdürmü? Bu daşlarımız var. Deyir ki, çıxarılan kürənin, 3 kürənin ikisinin eyni, birinin fərqli rəngdə olması ehtimalını tapın. Mümkün halların sayını birinci tapaq. Mümkün halların sayı bərabərdir. Mümkün halların sayı nəyə bərabərdir? Bax, burada olur. Cəm neçə daş var toplayanda? Bərabərdir 15 kürə. 15 kürə var. Kombinezon 15 elementdən 3. Bu da olar 15 faktorial böl 3 faktorial vur 12 faktorial. Bu da bərabərdir. Olur nə? Deməli olacaq 13 vur 14 vur 15 bölünsün 6. Bu da eləyər nə qədər ixtisar getdikdən sonra 15 ilə bunda 2-3 şəklində yazsaq 7 vur 13 vur və 455. Aha, bu oldu 455. Yaxşı, bu mümkün halların sayıdır. Keçək əlverişli halların sayına. Bərabərdir. Tutaq ki 2 dənə ağ daş. Bax, bu 4-ün içindəndir. İkisi ağdır. 4 elementdən 2 vur. O bir dənə müxtəlif qırmızının içindən ola bilər. Üstəgəl yenə də deyək 4 elementdən 2. Ağdaş qara da ola bilər o. Kombinezon 6 elementdən 1. Üstəgəl kombinezon 5 elementdən 2 vurulsun kombinezon 4 elementdən 1. Yəni ikisi qırmızıdırsa biri ağdır. Üstəgəl kombinezon 5 elementdən 2 vurulsun kombinezon neçə? 6 elementdən 1. Üstəgəl kombinezon neçə olur? Kombinezon 6 elementdən 2 vurulsun kombinezon 4 elementdən 1. Üstəgəl kombinezon 6 elementdən 2 vurulsun kombinezon 5 elementdən 1. Baxaq, bərabərdir. 4 elementdən 2 neçə eləyir? Deməli, 6-da 5 30. Üstəgəl 6 dəfə 6 36. Üstəgəl 5 elementdən 2 10 eləyir 40. Üstəgəl neçə eləyir? Bu da neçə eləyir? Baxaq. Deməli 40. Bunu həll edik. Birincisi getdi, ikincisi getdi. Bu 40 elədi. 10 60. Üstəgəl 6 elementdən 2 15 eləyir 60. Üstəgəl 6 elementdən 2 yenə də 15-i 5-ə vuranda 75. İndi bunları da toplaya bilərik də. Bunları da toplaya bilərik. Görək neçə eləyir bu. Deməli 30 üstəgəl 36, üstəgəl 40, üstəgəl 60, üstəgəl 60, üstəgəl 75, 100, 96, 105, o da eləyir 301. Aha, 301. Buradan da deməli P bərabərdir 301 bölünsün 455. Bunlar da 7-yə ixtisar gedir. Rahatlıqla 7-yə ixtisar gedirlər. Çünki bax bu 2-yə bölünmür, 3-ə bölünmür, 4-ə bölünmür, 5-ə bu bölünür, bu bölünmür, 6-ya bölünmürlər, 7-yə bölünürlər. 7-yə bölünür, bax bu 43 dəfə. Bu da bölünür 65 dəfə. Aha, cavab oldu hansı variant? D variantı. 65-də 43. Bu da bizim nə? 12-ci sualımız. Keçirik neçənci suala? 13-cü suala. Keçək 13-cü suala. 13-cü suala. 13-cü sual necədir? Birinci atıcının bir atışla hədəf vurma ehtimalı 0,8. P1 bərabərdir 0,8. P2 bərabərdir neçə? P2 bərabərdir 0,6. P3 bərabərdir 0,4. Yaxşı, baxa görə söhbət nədən gedir burada? Deyir ki, nə deyir burada? Burada deyir ki, hədəfin yalnız 2 atıcı tərəfindən.
Tutaq ki P1 P2 vurur. P3 vurmur. Üstə gəl P1 vurur. P2 vurmur. P3 vurur. Üstə gəl P1 vurmur. P2 ilə P3 vurur. Bərabərdir. Bunun həlli necədir? Deməli bu 0,8 vurulsun 0,6 vurulsun 1 minus 0,4. Üstə gəl. Deməli daha nə olacaq burada? Baxay P1 0,8 vurulsun 0,1 minus 0,6 deməli 1 minus 0,6 deməli vurulsun 0,4 üstə gəl 1 minus 0,8 vurulsun 0,6 vurulsun 0,4 bərabərdir. İndi baxaq 0,8 deməli vurulsun 0,6 deməli vurulsun neçəyə? Vurulsun 0,6. Deməli vurulsun 0,6 vurulsun 0,6. Bunu yazdıq. Deməli keçirik ikinci hissəsinə. Deməli üstünə gəl 0,8 0,8 vurulsun nə olur? 0,2. Deməli 0,2 vurulsun 0,4. Deməli vurulsun 0,2 vurulsun 0,4. Bunu da belə yazdıq. Üstə gəl. Təzədən bunları da yazaq. Deməli 0,2 vurulsun 0,6 vurulsun 0,4. Deməli əslində burada nə alınacaq? Bərabərdir. Burada alınacaq. Belə deyək də rahatlıqla bunu həll eləyək. Gəlin tək-tək bunu hesablayaq. 0,8 vurulsun 0,6 vurulsun 0,6. Bu eləyir nə qədər? 0, deməli 8 dəfə 6 48 6-ya vuranda 288 1000-də 288 eləyir. Üstə gəl. Deməli sonra 0,2 8 vur 2 16 16 4-ə vuranda 0,1000-də 64 eləyir. 0,2 vurulsun elə bil ki 0,8 adi kəsirə çevirində vurulsun elə bil ki 0,4. Bu da eləyir 0,1000-də 64. Üzr istəyirəm 1000-də 64. Üstə gəl bu da eləyir deməli neçə eləyir? 2 vur 6 12 4 0,1000-də 48. 0,1000-də 48. Yaxşı. Baxaq da 10-da 2 vur 10-da 6 12-ni 4-ə vuranda 10-da 4-də 0,1000-də 48. Bunları da toplayanda 8 4 8 8 16 4 0 2 deməli 8 6 14 12 gəlin bunları toplayaq da indi. Bunları indi ardıcıllıqla nə edək? Toplayaq. Deməli 0,1000-də 288-in üstünə gəlməliyik 0,1000-də 64-dür. Neçə eləyir o? Bunun da üstünə gələrik 0,1000-də 48. Deməli bu neçə eləyir? Bir də diqqətlə baxaq. Burada deyəsən vurmada səhv eləmədiksə 8-də 6 48. Deməli 48. Düz yox bu düzdür. Bu düzdür. Deməli 0,1000-də 288 eləyir. Bunun üstünə də gəldik 0,1000-də 64-dür. Bunun da üstünə gəldik 0,1000-də neçə? 48-i. Bu da eləyir nə qədər? Təqribən nə qədər eləyir? Burada nə səhvə yol verdik? Bir də baxaq. Cavablarda belə bir cavab alınmır. 0,4 alınır. Baxa görək hansı səhvə yol vermişik də. Problem yoxdur. Deməli baxaq. Bax bu deməli P2 vurmur da 0,6 0,4. Bax burada səhvə yol vermişik. Burada. Səhvimiz bax burdadır. Bax burdadır. Səhvimiz burdadır. Bunu balacalaşdıraq ki. Bax səhvimiz burdadır. Bax burada. Səhv burdadır. İkincidə. Burada 0,4 olur. Başlayın 0,4 olur. Deyirəm axı hesablayıram bayaqdan şifahi beynimdə alınmır. Hə. Bu da eləyir nə qədər? Burada düzdür 0,2. Səhvimizi burada eləmişik burada.
Xırda mexaniki səhvlərdir. Əslində elə müəllim üçün mexaniki səhv olmasın, amma yenə də eləyirik də, beyin yorğunluğu olur. 4 və 4 16, vuranda 8 6 48 bax. 0 tam, yəni elə bil ki, bunu adi kəsir şəklində yaza bilərik. 0,8 vurulsun 0,4. O eləyir nə qədər? 10-4 vur 10-8 32. Onu da təzədən götürüb vuraram yenə də 4-ə. O da eləyir 0,128-də. 128 elə budur. Bunları toplayanda 8 8 8 deməli 0,128 eləyirmi? Bəli, 0,128 eləyir. Bunun üstünə gələk, nə qədər? 0,288-i də. Bunun da üstünə gələk, yenə də gələk, nəyə gələk? 0,48 olur da. 464 elədi. Bu da elədi 0,1000-də nə qədər elədi? 464. Çünki bax 8 8 8 4 8 10 14 o da 2 yaddı 16 2 1 3 o da 1 4. Bəli 0,1000-də 464 elədi. 13-cü sual hansı cavab oldu? A variantı. 13-cü sual oldu. Neçənci variant? A variantı. Keçək növbəti suala. 14-cü sual. Bir atəşlə hədəf vurma ehtimalı, ikinci atəşlə 0,4, üçüncü atəş 0,3 hədəfin yalnız bir atıcı tərəfindən vurulması. Silək bunu, sonra keçək növbəti suala. İndi bu sualda nə deyir? Deyir, hədəfi vurma ehtimalı birinci atıcının nədir? P1 bərabərdir 0,7. P2 bərabərdir 0,4. P3 bərabərdir nədir? 0,3. İndi deyir ki, gəlin bunu elə birbaşa yazaq da, artıq bildik də. Hədəfi yalnız bir atıcı tərəfindən, birinci atıcı vurur. 0,7. Bax, bu 2 dənə vurmur. Yəni 1 minus 0,4, 1 minus 0,3. Üstə gəl, ikinci atıcı vurur. 0,4 vurulsun. 1 minus 0,7, 1 minus 0,3. Keçək üstə gəl, üçüncü atıcı vurur. 0,3 vurulsun. 1 minus 0,7, 1 minus 0,4 bərabərdir. Nə olur burada? 0,7 vurulsun, 0,6 vurulsun, 0,7. Düzdürmü? Üstə gəl, 0,4 vurulsun, 0,3 vurulsun. 0,10 neçə? 7. Üstə gəl. Yenə də baxaq nədir? Deməli, 0,3 vurulsun, 0,3 vurulsun, 0,6 bərabərdir. Bu, bərabər işarəsini biz yazdıq. Düzəltdik. Yaxşı, güya indi yaxşı yazdı da. 7 də və 7 49 eləyir. 49-u da vururuq neçəyə? 6-ya. Bu da eləyir 294. Bax bu. Bu eləyir 0,1000-də 294. Üstə gəl. Deməli, 4 də və 3. 12, 0,1000-də 84. Düzdürmü? Üstə gəl. 0,1000-də 54. İndi də bunu neyniyək? Toplayaq bunları. Nə qədər eləyir? 0,1000-də 294-ün üzərinə nə gəlməliyik burada? 0,1000-də 84-ü gəlməliyik. Düzdürmü? Bunun da üzərinə nə gəlməliyik? 0,1000-də 54-ü gəlməliyik. Bu da təqribən belə eləyək də 294, 4, 4, 4, 4, 12, son eləyir 12, 9, 8, deməli 3 eləyir 23. Bu da 2, 0, 0 eləyir 4. Bu da 0,1000-də 432. Bunun da cavabı olur hansı variant? C variantı. Bu da oldu C variantı. Bu məsələnin də həlli çox rahatlıqla həll olunur. Bu sadə məsələdir. Keçək. Bu neçənci sual oldu? 14-cü sual. Keçək. Hara? Keçirik 15-ci suala. Bunu silək 15-ci sualın izahatını verir. Keçirik hansı suala? 15-ci suala. Deməli, bir atıcının hədəfi, bir atəşlə hədəf vurma ehtimalı 0,8. P1 bərabərdir 0,8. P2 bərabərdir 0,9. P3 də bərabərdir 0,4.
İndi burada deyir ki, hədəfin nə? Deməli, hər üç atıcı tərəfindən vurulması ehtimalını tapın. Belə çıxır ki, burada P1 vur, P2 vur, P3. Yəni burada elə bir kriteriya qoyulmayıb ki, hansısa vurmasın. Yəni 0,8 vur, 0,9 vur, 0,4. 8 və 9, 72, 4-ə vuranda 288. Bu da eləyir 0,1000-də 288. Yaxşı. Bunu da bildik, keçdik 16-cı sualın izahatına. Birinci atıcının bir atəşlə hədəf vurma ehtimalı 0,4-dür. Görə yerləşər bura 1 bərabər 0,4. İkinci atıcının P2 bərabərdir 0,5. P3 bərabərdir 0,6. Burada hər hansı atıcı hədəfi vurursa, hədəf vurulmuş hesab olunur. İndi deyir ki, hədəfin burada vurulmama ehtimalını hesablayın. Söhbət nədən getdi burada? Hədəfi vurulmama ehtimalı. Hədəfin vurulması ehtimalı bax bu idi. Yəni, burada belə çıxır ki, bu da vurmur, bu da vurmur, bu da vurmur. Burada P1 üstü xətti olur, bərabərdir 1 minus 0,4, bərabərdir 0,6. P2 üstü xətti olur, 1 minus 0,5, bərabərdir 0,5. P3 üstü xətti olur, 1 minus 0,6, bərabərdir 0,4. Yaxşı, gəlin bunların üçünü də vuraq. 10-da 6 vur, 10-da 5 vur, 10-da 4. Yəni ki, P1 üstü xət vurulsun, P2 üstü xət, yəni vurulsun, P3 üstü xət, yəni vurulmamada P bərabərdir. Bu da eləyir nə qədər? 10-da 6 belə yazayda vurulsun, 10-da 5 vurulsun, 10-da 4. Bu da bərabərdir, olur 1000-də 120. Bu da eləyir 0,12. Adi kəsirlə %12. Burada belə yazıb. 0,12 A variantı. A variantı. Bunun da cavabı oldu A variantı. İndi keçək buranı silək, sonra növbəti suala keçək. Deməli keçdik hansı suala? 17-ci suala. Hələ pozmanı götürüb silmişəm. 17-ci suala. Bir oyun zərinin 400-ü yaşıl. Deməli oyun zəri hansı formada ola bilər? Belə deyək də, tutaq ki, bu formadadır da, belə deyək də, bax. Belə şəkildədir, bu oyun zəridir. Təqribi mən çəkirəm də bunu. Nəzərə alın ki, bu təqribi çəkilib də. Deməli, belə bir oyun zəri çəkmişəm. Burada, deməli, nə deyir? Deyir ki, bir oyun zəri, deməli, nədir? 400-ü yaşıldır. İndi bunu necə yerləşdirək, ay Allah? Yaşılı belə yazaydı. Yaşıl, bunu rüçkaya keçirək. Yaşıl, arxadakı yaşıl, üstdəki yaşıl, bu kənardakı yaşıl. Göyü də belə yazaydı. Deməli, bax, bu, o tərəf, bu tərəf. İndi bax, bura göydür, bir də altdakı göydür. Yaxşı. Bu zər 2 dəfə atıldıqda hər ikisində üst-üzdə. Qırmızı gəlmə. Burada qırmızı üz yoxdur axı. Burada qırmızı üz yoxdur axı. Onda biz baxaq bunun cavabına. Cavaba uyğun bunu həll eləyək. Doğru cavabına baxaq görək neçədir. Cavaba uyğundur, həll eləyək bunu. Bir dəqiqə üzr istəyirəm bir dəqiqə. Deməli, ehtimal nəzəriyyəsi, ehtimal. Test 5-in 17-ci sualı. Test 5-in 17-ci sualına baxaq. 5-in 17-ci sualı Y variantı. 9'da 1. Aha. 9'da 1. İndi gəl belə eləyək. Burada bir oyun zəri 2 dəfə atıldıqda hər ikisində üst-üstə qırmızı rəng deyir. Əslində qırmızı rəng olmaz da orada. Onda belə çıxır ki, 400-ü yaşıl, 200-ü isə mavidir. Belə deyir. 2 dəfə atıldıqda. Deməli, burada gəl belə eləyək də. Yəqin ki, burada mavi üzünün, belə deyək də, mavi üzü nəzərdə tutulacaq. Çünki burada mavi üzü 2 dəfə atıldıqda, gəl belə deyək, bir oyun zərinin 2 üzü, bax, mavidir. Düzdürmü? Yəni, burada mavidirsə 2 üzü, P bərabərdir.
Birinci dəfə atıldıqda P1 bərabərdir 6-da 2-dir mavi üzünün düşməsi ehtimalı. İkinci dəfə də atıldıqda yenə də 6-da 2-dir. Yəni 2 dənə öz mavidir də. Ümumiyyətlə vurma prinsipinə əsasən P1 vur P2 yekun ehtimalı tapanda 6-da 2 vur 6-da 2 bərabərdir olur 36-da 4 o da bərabərdir 9-da 1. Bu oldu nə? Mənim ehtimalımın nəyi? Cavabı. Orada mavi olar. Mavi. Siz düzəldin, mavi eləyin. Qırmızı yazıb, ola bilər yanlışlıqla qırmızı yazıb, mavi eləyin. Hər iki üzü mavidir. Maviyə uyğun. Çünki o birisini həll eləyəndə 36-da 16 eləyir. Orada 36-da 16, orada cavab eləyir 4-ə ixtisar eləyəndə 9-da 4, elə bir cavabı da yoxdur. Elə bir cavab da olsaydı, ümumiyyətlə məsələni etibarsız hesab eləyərdik. İki qutudan birincisində 2 ağ, bir qara. Bax, 18-ci nömrəli məsələ. 2 dənə qutudur. Nədir? 2 ağ, bir qara. İkinci qutuya keçirəm. 1 ağ, 4 qara. 1 ağ, 4 qara. İndi burada qutulardan biri təsadüfən seçilir. Ümumiyyətlə qutuların seçilmə ehtimalı 2-də 1-dir. Bunu bildik. P bərabərdir 2-də 1 vur olacaq. Mötərizədə indi nə olar onu özümüz taparıq. Və bir kürə çıxarılır. Çıxarılan kürənin ağ. Bax, buradan ağ kürənin çıxma ehtimalı, bax, bundan 3-də 1-dir. Üstə gəl, bax, buradan ağ kürənin çıxma ehtimalı 5-də 1-dir. Yəni, bu məlum məsələdir. Üzr istəyirəm, buradan çıxma 3-də 2-dir. Baxışın, üzr istəyirəm, baxışın. 3-də 2-dir. Qaranı nəzərdə tutmuşam. Bərabərdir. İndi burada olacaq 2-də 1 vurulsun. Cavab neçə olacaq? 15-də deməli neçə eləyəcək? Burada 15, 3-ə 4, 15, 3-ə 5, 10 eləyir. Bu da 3, 13. Bu da cavab olacaq 30-da 13. Bunun cavabı 30-da 13-dür. Y variantı, bəli. Burada üzürlü sayın bir balaca xətaya yol vermişdim. Qaranı götürüb seçib yazmışdım. Əslində mənə lazım olan nədir? Bu ağdır. Bu ağdır mənə lazım olan. Mənə lazım olanlar ağlardır. Qaralar mənə lazım deyil. Onun üçün oxu belə ağın üzərinə gətirək ki, qoy çaşmayaq. Buradan da ağın üzərinə gətirək, qoy çaşmayaq. İndi keçirik nəyə? Növbəti suala. Deməli, keçirik belə bir maraqlı məsələyə. 19-cu sualdır. 19-cu sualda nə deyir? Deyir, 4 nəfərdən ən azı ikisinin eyni ayda doğulmuş olması ehtimalını tapın. Tutaq ki, bizim neçə ayımız var? 12 ay. Mümkün halların sayı nədir? 4 nəfər 12 ayın hər birində doğula bilər də. Hər biri üçün 12 hal var. Yəni 12 vur, 12 vur, 12 vur, 12. Bərabərdir 12 üstü 4. Bunu başa düşdük. Gəl belə bir nətər deyim, taktik istifadə eləyək. Əlverişli halların sayında. Deyək ki, bunlar müxtəlif aylarda doğulub. Biri üçün 12 ay, 12 ayın birində, növbəti isə müxtəlif 11 ayın birində, müxtəlif aylarda da 10 ayın birində, bu da oldu 9 ayın birində. Düzdürmü? Elədirmi? İndi buradan sonra nə edək? Gəlin hesablamalar aparaq. Hesablamalar aparaq. Nə hesablama aparaq? Deyək ki, müxtəlif aylarda doğulub da, ən az ikisinin eyni ayda doğulmağını demir. Deyək ki, hər biri müxtəlif ayda doğulub. İndi burada P bərabərdir 1 minus, deməli olsun 12 vur, deməli, bunun ehtimalı olacaq nə? 12 vur, 11 vur, 10 vur, 9 bölünsün, 12 vur, 12 vur, 12 vur, 12. Bunlar da getdi, bərabərdir. 11 vur, 10 vur, 9 bölünsün, 12 vur, 12 vur, 12. Yaxşı, burada da gəl belə eləyək də, indi gəl belə eləyək. Bu ağlam qarışdı ki, pozmanı böyük götürmüşdüm. 12 vur, 11 vur, 10 vur, 9. Hələ belə yoxlayaq, görək alınır cavabı. İndi sonra nə edək burada? Burada da P bərabərdir 1 minus 12 vur, 12 vur, 12 vur, 10 vur, 10 vur, 11 vur, 9. Bu da olar 12 vur, 12 vur, 12 minus
10 vur 11 vur 9 bölünsün 12 vur 12 vur 12. Ardını keçək, davam eləyək, görək ardı necə alınır. Görək bunun ardı necə alınır. Deməli, burada biraz hesablamaq lazımdır. Deməli, burada söhbət nədən gedir? 12 vur 12 vur 12. Bu eləyir 1728. Ki belə yazayıq da bunu, elə yaxşısı budur ki, bunu yazayıq 1 minus lap belə yazsaq yaxşı olar. 1728, sonra orada çıxanda biraz çətinlik yaradacaq bizə. Çətinlik əslində yaratmazdı, o da bir problem yaratmazdı. Nəysə yazdıq. 990. 1 minus gəl belə eləyək. Bunlar 18-ə bölünən ədədlərdir. Bu eləyir 96 dəfə, bu da eləyir 55 dəfə, bu da eləyir 96-da 41. 96-da 41, bəli. Cavabımız oldu 96-da 41. Cavab olar D variantı. Rahat məsələdir, çətin bir məsələ deyil. Yenə də deyirəm. Kimin nə çatışmamazlığı olsa müraciət eləyə bilər bu nömrələrə. Bu nömrələr vasitəsilə biz ona açıq şəkildə, yəni ki, WhatsApp-a yazsın ki, çünki telefona adətən cavab verə bilmirəm. Açıq şəkildə səs yazı ilə bir də izahatını verə bilərik. Keçirik 20-ci sualın həllinə. Bu bizim bu bəhsin sonuncu sualıdır. Bir zər 3 dəfə atılır. Ən azı, belə üst-üstə gələn ədədlərdən ən azı ikisinin eyni olması. Yenə də həmin şeydir də. Tutaq ki, 3 dəfə atılır, bu 3 rəqəmli ədəd əmələ gətirir də, məsələn üçün ABC. Gəl belə deyək də, elə həmin məsələdir də, 19-cu məsələ. 3 zər eyni anda atılırsa, bunun üçün 6 hal, 6 hal, 6 hal. Mümkün halların sayı nə oldu? Düşdü, 6 vur 6 vur 6 bərabərdir 216. Gəl əlverişli halların sayını nə deyək? Burada deyir ki, ən azı ikisinin eyni olması ehtimalı. Gəl biz bunları müxtəlif götürək. Ən azı ikisi eynidirsə, o bayaqki məsələ kimi. Burada üçü də eyni olar. 4 nəfərdən deyir, ən azı ikisinin eyni ayda doğulmuş, növbəti məsələdə. Orada üçü də eyni ayda doğula bilərdi, 4-ü də eyni ayda doğula bilərdi. Ona görə heç birinin eyni ayda doğulmaması halından çıxdım. Birdən çıxdım onu. İndi burada bax, deyir ki, ən azı ikisinin eyni ədəd olması, yəni üçü də eyni ədəd ola bilər. Gəl biz bunun heç birinin eyni ədəd olmamasını götürək. 6 vur 5 vur 4 bərabərdir neçə eləyir? 120. Düzdürmü? İndi bunu da P bərabərdir. Ehtimalını tapay. P bərabərdir 120 böl 216. P xətt olacaq 1 minus 120 böl 216. Yaxşı. 1 minus, gəl ixtisar eləyək. 216. Bunlar neçəyə bölək? Daha rahat bir ədəd ala bilək. Bəlkə elə birbaşa çıxaq. 216-dan çıxaq. Elə 120 çıxaq. Rahatçılıqla alınsın. Qoy. 1 minus 120 böl 216 bərabərdir. 216 minus 120 bölünsün 216 bərabərdir. 216 deməli bu da eləyir 6 heç nə 66 66 alındı da. Yox 66 yox 96 nə danışıram mən 96 deyirəm 66. Bunları biz neçəyə bölə bilərik? 24-ə. 24-ə bunu bölürəm, bunu da 24-ə bölürəm. Bu eləyir 9 dəfə, bu da eləyir 4 dəfə. Deməli, cavab oldu 9-da 4. Hansı bənddir? 9-da 4 D variantı. Yaxşı. Bizim 20-ci sualda sona yetirdik. Bu bizim test 5-in həlli idi. Hörmətli şagirdlər, hörmətli müəllimlər, hörmətli abituriyentlər, hörmətli miqə hazırlaşanlar. Kimə video faydalıdırsa, videonu bəyənsin. Videonu paylaşsın. Abunə olmağı unutmayın. Ən əsası abunə olmağı unutmayın. Qoy çox adamların qarşısına çıxsın ki, qoy faydalansınlar. Yəni Allah hər birinizdən razı olsun. Bəyənsəz də çox sağ olun, bəyənməsəz də çox sağ olun, abunə olsaz da çox sağ olun, olmasaz da çox sağ olun. Biz bunu təmənnasız şəkildə Allaha xatir eləyirik. Yəni ki, bu nömrələrin
ikisindən biri ilə, yəni fərqi yoxdur, hər ikisində WhatsApp var. Çalışın birinci nömrəyə atın. Çünki ən çox işlək birinci nömrə olur. Bunun WhatsApp-ına daha çox baxıram. Yəni ki, bu izah etdiyim suallardan hansını başa düşməsəz, bunun izahatını mən verəcəm. Növbəti günlərdə yenə də vaxt olduqca, yəni ki, söz verdiyim kimi bu testlərin hamısını həll eləyərik. Son testlər biraz çətin testlərdir, amma biz həll eləyərik. Narahat olmayın. Təşəkkür edirəm, minnətdaram. Sağ olun, sağlıqla qalın.